آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bəhsimiz həzf və zikirdə idi. Həzfdən bəzi nöqtələri danışdıq. Gəldik çatdıq və muhimun xilafi orada qalmışdı. Söhbət nədən gedirdi? Yadımıza salaq keçən dərsi. Qeyd elədik ki, bəzi hallarda qail, mütəkəllim bəzi sözləri həzf edir. Çünki onun marağında deyildi. Dedik ki, məsələn, Musa aleyhissalam gəldi, çatdı Mədyənə, yəni o Mədyənin çayıdır, quyuydu, nə idisə, həmin o Mədyənin girişində bir bulaq vardı, ya çay vardı, nə vardı, heyvan suvarırdı. Ora çatanda gördü ki, bir dəstə kişi xeylaqlar, çobanlar hələ də suvarırlar. İki dənə qız kənarda durub yazıq-yazıq heyvanların qabağını saxlayıb, neynir? Suvara bilmir. Ma xətbukuma niyə belə edirsiniz? Dedi ki, onlar suvarılmayana qədər biz suvara bilmirik. Musa aleyhissalam girdi onların heyvanlarını suvardı və getdi ağacın dibinə. Dedi, 4 yerdə qənəm sözü, əğnam sözün həzf eləyib. Məqsədi nə idi? Çünki Allah üçün maraqlı deyildi burada. Onların suvardığı qoyun idi, dəvə idi, inək idi. Mühüm onların şərəfsizliyi, Musa aleyhissalamıza qeyrəti. Qız xeylaq durub orada, kişilər heyvan suvarırlar, o qalıb orada. Niyə qənəmi həzf elədi? Çünki qənəmli ya məsələyə dəxli yoxdur. Qoyundur, inəkdir, hər nədir. Axır onlar alçaq hərəkət edirdilər. Musa aleyhissalam da götürə bilmədi, qeyrəti yol vermədi ona. Sonra qayıdır ki, biraz da gedir yuxarı. Deyir ki, muhinun xilafı. Bəzi hallarda bu cür şeylərdə qeyd eləmək qarşı tərəfə biraz da əks, məsələn deyək, təsəvvür yarada bilər. Məsələn necə? Birdən desəydi ki, məsələn deyək, təzudani qənəməhuma, elə bilərdi ki, məsələn fərzən deyək, qənəmi mətləbə dəxli vardı. Qoyunun dəxli vardı. Ta ki, o hadisə baş verməsin deyib, o səhv düşüncə yaranmasın deyib, ona görə yığışdırır ki, söhbət inəkdən qoyununa getmir. Söhbət onların şərəfsizliyindən, Musa aleyhissalamsa qeyrətindən gedir. Və muhimun xilafı. Və zəlikə ənəhu ləv qilə, əgər belə desəydi, vəcədə min dunihim umrəətəyni təzudani qənəməhuma, əgər desəydi ki, gördü ki, onlardan kənarda 2 dənə qız uşağı qoyunlarının qabağını kəsiblər, cazə ən yəkunə ləm yunkəriz zəvd min heysu huvə zəvd. Bəlkə də ona görə inkar olunmazdı onun zəvd dedi, heyvanın qabağını kəsib buraxmamaq demək. O zəvdinə görə yox. Bəl min heysu huvə zəvdu qənəmin. Birdən zehnimizə bu cür gələrdi ki, bəlkə o qoyunların mətləbə dəxli var, qoyunların qabağını kəsmişdilər. O maraqlıdır məsələyə. Hətta ləv kənə məkənəl qənəm ibilin ləm yunkəriz zəvd. Belə ki, məsələn, əgər qoyun yerinə dəvə deyilsəydi, onda inkar olunmazdı, etiraz olunmazdı. Kəmə ənəkə izə qultə. Məsələn, deyib bu cür deyir, fərzən birdən bu cür etsən ki, ma ləkə təmnəv əxaq. Nə olub ki, qardaşına mani olursan, qardaşın qarşısını kəsirsən? Kuntə munkirənil əl-mənə, la min heysu və mənə, bəl huvə min heysu və mənu əxin. Deyir ki, burada səndən üçün maraqlı budur ki, sən mani olmağa, qarşısını almağa etiraz eləyirsən. Amma mütləq qarşı almaq yox. Qardaşa qarşı. Taş məsələn, qardaşın ki, o xeyrə tərəf gedir, niyə ona mani olursan? Mümkündür ki, başqa bir adam geçsəydi, o qədər pis olmazdı. Bir nəfər ki, məsələn deyə fərzən. Dükanın bölünə biri dükan açmaq istəyir. Elədir. Bir dəfə var deyək, şərən, fiqhən, ürfən, heç kəsin dəxli yoxdur, sənin dükanın buradır, sən dükan açsan. İndi bölündə bir dükan açır, o da pul qazansın da. Nə şərən, nə qanun, heç bir problemi yoxdur. İndi birdən biri gəlib bölündə bir boş yer, orada dükan açmaq istəyir, sən mani olursan. Bir dəfə həmən şəxs kənar adamdır, bir dəfə qardaşındır. Hansıda daha pis olacaq? Qardaşa mani olanda da. Qardaşın çörək qazanmasına ona mani olursan. Kənar adam da pisdirsə qardaşına əqbəh olacaq, daha pis olacaq. Elədir. Nə olub sənə qardaşa mani olursan ki, məsələn, xeyrə tərəf getsin. Burada artıq sanki o əx sözünü orada işlətmək yeri vardı. Yəni, çox pis şeydir ki, insan öz qardaşının çörəyinə bahis olsun. Məlum oldu. Orada əxi deməsəydi, nə olacaqdı? Maləkəl, məsələn, deyək, təmnə. Nə olub sənə mani olursan? Burada elə çıxacaqdı ki,
işgal edən irad tutan mane olmağa irad tutur. Amma əslində irad tutanın məqsədi xüsusi məqsəd yönəlmiş ki, qardaşa niyə mane olursun? Qoy o da çörək qazansın da, məsələn, niyə ona mane olursan? Elə? Kəma ennəkə izə qultə ma ləkə təmnəu əxak. Nə olub sənə? Niyə görə qardaşa mane olursan? Kuntə munkirənil əl-mənə. Sən əslində deyir ki, qadağan nədir? Mane olmağı inkar eləyirsən. La min heythu vəl-mənə. Mənə görə yox. Bəl min heythu və mənu əxin. Qardaşa mane olmağa görə sən narahat eləyibdi. Fəhfəz həzihin nüktə. Deyir ki, bu nöqtəni məndən təhvil al. فإنما أطلنا البحث فيها لأهميتها هذه məsələni bir səhifəyə qədər uzatdım çünki əhəmiyyəti var idi. Və liqillati men ta'arrada laha min ulama'il balagha və bəlağət alimlərindən az bir dəstəsi bu məsələyə toxunur. Yəni əksəriyyət üstündən mururəl kiram keçiblər. Ona görə deyir ki, bu məsələni təhvil al. Bir çox hallarda Qurani-Kərim həzf eləyib nəyə görə? Ta ki əksin xilaf eləməyək. Mümkün Allah Taala o dalıcan gələn məfhulun bir desəydi məna çaşdırardı bizi. Ona görə həzf eləyib ki, bilək ki, söhbət nədən gedir. Bu oldu bizim həzfimizdə müəyyən qədər tanışılıq. Keçir indi əz-zikr. Zikr eləmək. Yəni hər bir şey faili, məfulun, mübtədasının, xəbərindən, tamamlığın, təyinin, zərfinin hamısını yerbəyer düzürük cümləyə. Necə var? Heç nə cümlədən salmadan təqdim eləyirik. Bu harda olur? Deyir ki, bunun da neçə dənə yeri var. Hansı yerlərdir ki, cümlədən heç nəyi həzf eləmir. Əsl budur ki, heç nə həzf olunmamalıdır. Amma niyə görə bəlağın nöqtəsi harasındadır ki, hər şeyi mübtədasının, xəbərin, faili, məfulun, sırayın düzün, hamısını yerinə deyirsən, burada da neçə də nöqtə vardır. Əl-əslu fīmā ləm tədullə aleyhi qarinətun ən yəkuna məzkurən. Əsl budur ki, əgər bir qərinə yoxdur, mətləbi ifadə eləyəcək bir qərinə yoxdursa, onda ən yəkuna məzkurən, gərək onda zikr olunsun. Yəni, düşən şeyi bildirəcək bir əlamət yoxdursa, düşən sözdür, indi söz birləşməsidir, hər nədirsə, cümlədən düşən o ifadəni bizə çatdıracaq bir qərinə, bir dəlil, bir sübut, bir şey yoxdursa ortada, əsl budur ki, hər şey yerində olmalıdır ki, ta qarşı tərəfinin zehnini çaşdırmasın. Və fīmā dəllət aleyhil qarinətu ən yəkuna məhzufən. Və fīmā dəllət aleyhil qarinətu ən yəkuna məhzufən. Deyir ki, əgər dəlat ilə bir qərinə varsa, onda həzfinin problem yoxdur. Və lakin qəd təqtadil bəlağə tərcihə zikri aləl həzf. Bəzi hallarda görərsən, bəlağı nöqtə tələb eləyir ki, həzf olunmasın. Hətta qərinə də var, amma həzf olunmasın, zikr olunsun. Niyə? Bəlağı nöqtəsi arasındadır. Yəni, əsl bu idi ki, qərinə varsa, həzf eləyərik. Amma bəlağı nöqtənin tələbi budur ki, həzf eləməyə zikr eləyək. Hətta məqiyamil qərinə aləl məzkur. Hətta ortada qərinə mövcud olsa da belə, qərinənin vücudu ilə yanaşı yenə də zikri həzfdən üstün tuturlar. Və nukat əd-da'iyə ilə zəlikə kəsirətun. Nöqtələr ki, o səbəblər ki, vadar eləyir mütəkəllimi zikri həzfdən üstün tutsun, aşağıdakılarda əhəmmuha, mühümlərinə diqqət elədik. 1. Ət-tənbihu alə qəbavətis sami'. Qarşı tərəfə çatdırmaq istəyir ki, mənim dinləyicim axmaqdır, tupoydur. Qəbi yəni nədir? Söz get satan. Azərbaycanda nə deyir qəbi? Söz desin get satın onu. Nə tər deyir onu? Azərbaycanda nə söz ifadə edir? Tupoy. Rusların yaxşı sözü var, tupoy. Söz satmır ona. Deyirsən onu satmır. Qəbavə onu deməkdir. Yəni eşidənin nə idi? Qəbiliyi. Və ənəhu la yəktəfi bil qərinə. Qərinə onun üçün kifayət eləmir. Gərək onun sözü gözünə soxasan, qulağına soxasan, ondan sonra bəlkə başa düşdü. İmma li kəvni hakəzə vaqi'an. Ya həqiqətdə bu cür deyən doğrudan, məsələn, əqli, ruhi qüsuru vardı, söz get satır. Allah o cür xəlq eləyib, ona etiraz eləmək olmaz. Qanmaz, əhsən, qanmaz. Qanmaz. Ya həqiqətdə bu cür qanmazdı, yəni Allah o cür xəlq edir, ona etiraz eləməliyik. Amma vəzifəmiz yenə niyə bütün sözlər yerinədir ki, onun zehni üçün Allah onu aşağı zəhn. Bir yaxud da ki, özün eşşəkliyə qoyub, qanmazlığa qoyub, yəni misalını vuracaq. Qanmazlığa özün qoyubdur. Əslində qanmaz deyil. Onda da sən onu tənzil edirsən, qanmaz yerinə ondan elə rəftar edirsən ki, körpə uşaq kimi, hər şey yerində deyirsən. Onu artıq sındırırsan, aşağılayırsan. Əvli qəsdi ihanəti, yaxud ki, aşağılamaq qəsdi ilə deyirsən o zaman. Kəqavlil Fərəzdək li Hişam ibn Əbdülməlik. Necə ki, Fərəzdək Hişam ibn Əbdülməlikə belə dedi. Ola bilsin ki, indi qardaşlardan bəzilərinin xəbəri vardı, yoxdur. Söhbət nədən gedir? Bəlkə də eşitmişsiniz. Hişam ibn Əbdülməlik həmən dövrdə, yəni Fərəzdəqin bu şeiri dediyi vaxtında padişahın oğlu ya qardaşı idi.
Gəlmişdi Məkkəyə ziyarətə. Kəbəni ziyarət edirdi, Allah evin. İstədi ki, qardaşı ziyarət eləsin. Cəmaatın çoxluğundan, izdihamdan öpə bilmədi qardaş. Qardaşı öpməyə, əl sürtmək müstəhəbdir. Hətta Vəhabilər də belə qəbul edir ki, yeganə şey istisna bilirlər ki, daşı öpmək, əl sürtmək qardaşdır. Ki, Peyğəmbər ilə biz də eləyir. Bədbəxtlik orasındadır ki, əgər bu şirkinsə nə dəxli var? Bu qardaş, o biri ağdaş. Allah şərik qoşmaq mütləqən haramdır. Buna da haram qoydu, buna da. Fərqi nədir yəni? Demişdi nəsə o əqidəvi şübhələrdə işarə eləmişdi. Nəysə, xülasə, gəldi istədi ki, qardaşı öpsün, öpə bilmədi. Kənarda onun üçün bir taxt kimi bir şey qoydular, stol, kürsü qoydular, oturdu. Həmən vaxt İmam Səccad əleyhissalam daxil oldu Kəbənin həyətinə. Elə ki, cəmaat gördü, hamı ehtiramla baş əyəyə yolu açdılar. Həzrət gəldi, getdi birbaşa, cavan uşaqdır, məsələn, 30 yaşı var, 25 yaşı var, neçə yaşı var. Həzrət ziyarət elədi, qardaşı öpdü, heç bir problem olmadan. Hişam ki, padişahın oğludur ya qardaşıdır, ki, sonra da özü padişah oldu, xəlifə oldu, Allah lənət eləsin hamısına. Buna toxundu ki, məsələn, mən padişah ya padişahın qardaşı məni qoymurlar. Bir dənə cavan uşaq bildi kimdir İmam Səccad, tanıdı, amma dedi ki, mən haza. Burnunu uzatdı ki, bu kimdir? Fərəzdəqdə yanındaydı. Fərəzdəqə toxundu söz. Orada başladı 40 beytə yaxın bədahətən İmam Səccad əleyhissalamın vəsfində, ata-babasının vəsfində Peyğəmbəri İmam vəsf eləyərək gözəl bir şeir dedi. O şeirin də qurban oldu, aparlar sallar türməyə. Aparlar sallar türməyə və İmam Səccad əleyhissalam ağır bir məbləğ pul göndərdi Fərəzdəq üçün türməyə, yəni də ailəsinə. Cavab yazmışdı ki, mən onu sizə sevgimdən dedim, ona pula görə deməmişdim. O da böyle ki, bilirəm, sən sevginən pula görə deməmişdim, mən də bilirəm onu, amma pula ehtiyacın olacaq bilirəm, indi özünün ayrı. Xülasə, götür bu pulu bizdən. İndi bunu kitab sahibi niyə getirir? Hişam da bilirdi, cəmaat da bilirdi. Bu İmam Əli ibn Hüseyin salavatullahi və salamu aleyh. İmam Səccad əleyhissalam, İmam Hüseyin əleyhissalam oldu, Peyğəmbərdən nəvəsidir. Durub 45 şeirindən buna başa salışı bu kimdir? Yəni nədir, sən eşşəksən yəni. Bütün dünyamızı tanıyıb, nə sən tanımırsan? Kəsəyi tanıyır, daş tanıyır, bağ tanıyır, dağ tanıyır, nə sən tanımırsan? Onda eşşəksən. Hazəlləzi ta'riful batha'u vat'atahu. Batha yəni Məkkə və onun ətrafı. Məkkə və onun ətrafında ayaq qoyulan hər bir yer bu kişini tanıyır. Vəl beytu ya'rifuhu vəl hillu vəl haramu. Hil də, hərəm də. Hil, Allah nəsib eləsin gedər söz, Məkkə şəhərinin elə bir çölündən bir xəyali bir xət vardı. İbrahim əleyhissalam dövründə. Orada ilə hərəm. Oradan girəndə artıq nə edirik? Gərək ehramla girək. Heç kəs oraya icazə verilmir ki, Məkkə Mükərrəməyə ehramsız girsin. O yerdən ki, ehramla girməsən ki, ətrafında miqatlar vardı, həmən yerə hərəm deyirlər. Xəyali bir xətdir. Məsələn, deyək, Məkkənin çölündən, Məkkə özü, məsələn, deyək, 10 kilometrdirsə, məsələn, deyək, 40 kilometr ərazidən belə dairəsindən bir xəyali xətt. Ona deyil hərəm. Ki, həmən yerdə heyvan öldürmək olmaz, nə eləmək olmaz, nə olmaz, ona deyil hərəm. Ki, vəl hillu vəl hərəm. Çöl üzü, o xəttin çöl üzü. Hildi, içi də hərəmdir. Hil də, hərəm də hamısı bu kişini tanıyır. Hazə bunu xeyri ibadillahi kullihimu. Bu Allahın yarattığı bəndələrin hamısından xeyirlisinin oğlu. Yəni Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin oğludur. Hazə təqiyyun nəqiyyud dahirul aləmu. Bu pakdır, təqidi, nəqidi. Xülasə saya gedir. Niyə görə bu cür deyir? O bilirdi, o şeytanıdır. Sadəcə olaraq özü ki bilməməz deyə bu kimdir? Deyəcəyində sənə tanıtdırır. Niyə görə hər sözü yerində deyil? Çünki onu axmaq yerinə qoyur ki, sən özü axmaqla qoymuşsan. Deməli, bəzi hallarda bəzi insanı aşağılamaq üçün gərək balaca uşaq kimi danışır. Yəni, sənin səviyyən odur. Gərək sən o cür biləydin. Bilmədinsə, gərək onda səni aşağı yerinə qoyaq. İkincisi, Kavnu isğai sami' mətlubən. Eşidənin dinləməsi qarşı tərəf üçün nə olur? Mətlubdur. Seyid cavan uşaqdır, daha yaxşı bilər. Cavan olasan, məsələn də bir qızı sevəsən. İstəyərsən ki, o telefonda danışanda telefonu bağlasın, yox. Heç vaxt. İstəyirsən ki, davam eləsin. İnsan ki, birinə aşiq oldu. İstədi ki, onun səsini çox eşitsin. İstəməz ki, o söhbət qutarsın. Elə fırladacaq bir sözlə qoşacaq bilirsin ki, davam eləsin. Amma o şeydən ki, xoşun gəlmədisə ondan, ya yorucu oldusa, istəsən tez qutarsın. Bəzi hallarda zikr eləyəsən, cümləni uzadırsan ki, məhbubla həbibin arasındakı o liqa uzansın. Necə Həzrət Musa əleyhissalamdan misal gətirir. Kavnu isğai sami' mətlubən fəyəbsutu ləhul kəlam. Ona görə də sözü uzadır ki, o söhbət qutarmasın. Daha çox eşitsin. Daha çox o əlaqə, rabitə bərqərar olsun. Vəliza yəbsutul kəlamə mə'al əhibbə. Ona görə deyir ki, dostlarla insanın söhbəti istəyir ki, uzun olsun. Kəma fi basti Musa əleyhissalam. Necə ki, Həzrət Musa əleyhissalam Rəbbi ilə söhbət eləyəndə bu cür oldu. İz qilə ləh.
Hansı ki Allah Müteala ona vəhy gəldi ki, və ma tilkə bi yeminikə ya Musa. Musa o sağ əlindəki nədir? Rahat dövləti əsam. Qutardı çıx getdi. Amma belə demədi. Hiyə əsaya. Ətəvəkkəv aleyha və əhuşşu biha alə qənəmi və liyə fiyha məaribu uxra. Bu mənim əsamdır. Bundan neynirəm? Əhuşşu biha alə qənəmi. Heyvanların üçün yarpaq tökürəm göydən. Yolla yeriyəndə buna söykənirəm ki, yıxılmayım. Vəliyə fiyha məaribu uxra. Mənim başqa işlərim də var bundan. İstə ki, söz uzansın. Demir əsam. Və ma tilkə bi yeminikə ya Musa. Musa bu əlindəki nədir? Və kənə yətummul cavab bi mücərrədən yəqul əsam. Əgər qısa konkretizə ki, bu mənim əsamdır. Onda olacaq, məsələ tamamladı, əsamdır. Lakinnəhu yəqul, lakinnəhu zadə, fəqal. Həzrət belə buyurdu. Qalə hiyə əsaya, mənim əsamdır, ətəvəkkəv aleyhi, yoluna yerində ona, belə də söykənirəm ona, təvəkkə eləyirəm. Və əhuşşu biha alə qənəmi, heyvanlarım üçün, qoyunlarım üçün göydən yarpaqlar qırıb tökürəm, vurub tökürəm yerə. Vəliyə fiyha məaribu uxra və mənim bundan başqa işlərim də var. İki dənə işarə eləm nöqtə ondan sonra. Bizim bir ustadımız vardı, Allah rəhmət eləsin, Suriyada. Ərəb dili dərs keçirdi. Hüseyin Təvil, Ruh Nəbi salavat deyə. Allahümmə salli ələ Muhammed və Muhammed. Özü Şamlı idi, Dəməşqin belə o göbəyindən demək olar ki, sünni idi. Öz məntəqəsində sünni kimi dururdu. Seyyidə Zeynəbə gələndə, mədrəsəyə gələndə, İmam Xümeyni Ozəsində gələndə isə şiə namazı qılırdı. Yaşlı kişi idi. Orada özünün sünni kimi təqiyeni yaşaydı. Burada bizlə şiə namazı qılırdı. Çox belə mənəvi bir adam, yəni çox nurani bir kişi idi. Sünni də olsaydı, yəni belə deyək, sufi yönlü sünni olmuşdu, sonradan şiə olmuşdu, amma öz məntəqəsində indi axır-axırda bilirlər ona şiəliyin bilmədə deyəm, amma yəni biz bilirdik şiə, amma öz məntəqəsində imam duranda elə sünni kimi dururdu. O hansısa bir dənə arifdən nəql eləyirdi bu deyəcəyim təfsiri ki, niyə Allah Taala bu cür elədi? Bu nə qissəsi idi? Deyir ki, Allah Müteal hiss elədi ki, Həzrət Musa əleyhissalamın xoşu gəlir əsasından. Ona öyünür, ləzzət eləyir o əsasından. Bəzən olur insanın məsələn birinin ruçkasına, birinin telefonuna, birinin evinə, işinə, hər hansı bir şeyə bir bağlılığı olar. Musa əleyhissalamda sanki Allah hiss edir ki, o əsaya bir bağlılığı var, əlindəki ağac, somağına. Nədir bu? Deyə bilərdi, əsa. Qayıtdı, bu mənim əsamdır. Bayaq dediyimiz kimi, söykənirəm, nə bilim, ağacım, heyvanlarım üçün yarpaq tökürəm ağacdan, nə. Hiss elədi ki, qəlbimə məhəbbəti dolub. Qalə əlqiya, at yerə. Elə ki, yerə atdı, başladı, ilan oldu, Musa qaçdı. Qorxma Musa, qayıt. Niyə görə belə elədi? İrfanı yönü burasındadır. Bu bəlağı nöqtədir, irfanı yönü başqa cəhətidir. Allah Taala sanki Musanı tərbiyə eləmək istəyir, ədəbləndirmək istəyirdi ki, məndən başqasına məhəbbət bəsləmə. Hər şey ki, Allahdan qeyirdirsə və Allahın icazəsi olmadan ona məhəbbət bəsləyibsə, o sənin ziyanlı ola bilər. Ən çox sevdiyin ağacınıdır ki, əlində hər şeydə ona kömək alırdın, o ilan olub səni qova bilər, səni uda bilər, səni məhv eləyə bilər. Ən çox sevdiyin belə sənə qarşı düşmən kəsilə bilər. Qalə xuzha fəyda əxədə fəyda hiyə nədir? Ayə yadından çıxdı ki, qayıtdı, elə ki götürdü, qayıtdı öz sirətəl ula, əvvəlki halətinə. Allah Taala burada peyğəmbərinə tərbiyə vermək istəyir, ədəbləndirmək istəyir ki, məndən başqasına olan məhəbbət insanı zayi eləyər, insanı məhv eləyər. Amma mənə olan məhəbbətdən sonra mənim icazəmdən oldusa, o sənə neynər fayda verər. Sanki Musa əleyhissalam orada tərbiyə aldı, ibrət aldı ki, elə ki Allaha olan məhəbbətdən sonra olur, əsa olur. Allahsız məhəbbətlə olanda ilana dönür o şey. Və Allahın vəzifəsidir ki, peyğəmbərlər neynəsin? Tərbiyə eləsin. Ki, Həzrət Peyğəmbər barəsində buyurur ki, Həzrət Peyğəmbər buyurdu ki, əddəbəni Rabbi fə əhsənə tədibi. Məni Allahım tərbiyələndirdi. Nə gözəl tərbiyə verdi mənə. Yəni, peyğəmbərlərin Allahdan tərbiyə götürməsi bu heç bir qəbahəti yoxdur. Mühüm odur ki, avam adam peyğəmbərə, imama nəsə öyrətməsə, amma Allahın öyrətdiyi dərslər, ibrətamiz dərslər hamısı gözəldir və hamısı bəyəniləndi. Xülasə, əgərsə Musa əleyhissalam o cür getsəydi, mümkündür. Əsası insanın sevdiyi şey belə nə olur? İnsan üçün başına bəla ola bilər. Amma Allahın izni olandan sonra həmən o ilan təzdən qayıdıb əsaya dönə bilər. Bu bir irfan nöqtə idi. İkinci nöqtədə Allah ruhunu şad eləsin, müqəddəs Ərdəbili Rüdvanullah əleyhdən nəql edirlər. Deyir, bir nəfər yatır, yuxuda görür. Görür ki,
Peyğəmbərlərin məclisidir. Peyğəmbərlərin məclisi Həzrət Rasulullah sallallahu aleyhi və alihi və səlləm əyləşibdir başda böyük məsələn minbərdir. Məsələn deyir, ondan biraz aşağı İbrahim əleyhissalam, Musa əleyhissalam, İsa əleyhissalam böyük peyğəmbərlər. Tutaq ki, o bir balaca peyğəmbərlər, fəqət peyğəmbərlər də başda Həzrət Rasulullah sallallahu aleyhi və alihi və səlləm əyləşib. Yuxuda görür ki, müqəddəs Ərdəbeyli Rıdvanullahi əleyh daxil oldu. Daxil oldu. Gəlir birbaşa Peyğəmbərin qabağına, Peyğəmbərə salam verir, əlini öpür, ayağını öpür, necə ziyarət eləyir, ehtiramla. Ondan sonra bu Peyğəmbərə bir salam deyir. Musa əleyhissalam qayda deyir ki, sən kimsən belə? Bura Peyğəmbər məclisidir. Musa əleyhissalam biraz rok olub. Rok. Yəni dik belə dik. Danışdığı da, hərəkətləri də o bir Peyğəmbərdən fərqlidir. Sən kimsən belə girdin Peyğəmbər məclisinə? Deyir ki, mən Əhməd ibn filan kəs, ibn filan kəs, nə bilim, Ərdəbili, nə bilim, Nəcəfdə dərs oxudun, filan, nə bilim, nə. Deyir ki, uzatma, deyən kimsən? Deyir ki, qaydır deyir ki, və Allah sənə deyəndə ki, əlindəki nədir, nə demədin, əsan dedin, yətəvək qəvələ, yəvəhuş olağa nə belə. Musa əleyhissalam başlayır gülümsəməyə deyir, Subhanallah. Peyğəmbər özünü çörür, yuxudan dedi ki, ya Rəsulallah, hey, sənin bu sözün məni narahat edirdi ki, ümmətimin alimləri Bəni İsrail peyğəmbərlərinə bərabərdir, yaxud ondan üstündür belə. Narahat edir ki, niyə görə Muhammedin ümmətinin alimləri biz peyğəmbərlərə bərabər olsun? İndi bildim. Hələ onun alimidir ki, məndə belə Allah sənə deyəndə niyə demədin, əsamını başladın uzatmağa. Salavat deyə Peyğəmbər və Ali Peyğəmbər. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Üçüncüsü, İbtihacul mütəkəllimi və iftixaruh. Mütəkəllim, danışan, xoşu gəlir danışsın, özündən iftixar eləsin, nə bilim, özün öysün, nə bilim, dədəsindən, babasından, atından, itindən başı danışır, özün öyür. Necə gəlib buradan deyəcək bəzi ayələrdən. Fəyəbsutul kəlamə lizalik. İstəyir ki, buna görə də biraz da uzun olsun məsələ, daha çox fəzilətlərindən qeyd eləsin. كقوله تعالى حكاية عن قوم إبراهيم عليه أفضل الصلاة والسلام لما سئلوا ما تعبدون. Məsələn də İbrahim əleyhissalam öz qovmuna deyəndə ki, nəyə ibadət edirsiniz? İbrahim əleyhissalam onların içində edə bilmirdi, nə? Yəni bu nədir, buna ibadət edirsiniz? Əslində bu sual istifhamda dedik, nədir? İstifham istinkaridir. Nəyin ki, istifham istifsari olsun ki, nəsə öyrənmək istəsin, yox. Qalu na'budu əsnamen. Burada kifayət eləyərdi. Nəyə ibadət edirsiniz? Bütlərimizə. Kifayət eləyirdi, sualın cavabı alındı. Daha cəndə ki, fənəzallu ləhə akifin. Gecə gündüzdə onların ibadətinə qapanıb qalırıq. Akifin, əkəfə yəkifu bir şey qapanıb qalmağa deyərlər. Fənəzallu ləhə akifin və bu ibadətimizə qapanıb qalır, ondan əl çəkmərik. Niyə bu cür deyirdilər? Çünki öz o batil da olsa öz əqidələrini sevirdilər. İbtihac eləyirdilər, nə bilim deyə təkəbbür, bizim bu özəlliyimiz vardır ki, biz bu bütlərimizdən əl çəkməliyik. Xülasə, iftixar məqamında mümkündür, söz uzadılsın. Heythu qəd bəsatul kəlamə ibtihacən minhum bi ibadətil əsnam. Sözü uzatdılar, nədir o bütlərin ibadətinə, nədir qapanmaqlarını, sürur, ləzzət hissi keçirdirdilər. Və iftixarən bi müvazibətiha. Və o bütlərin ibadətinə müvazibət eləyib, ona qapanıb qalmağa iftixar eləyirdilər, özlərini öyürdülər. Munhərifinə ənil cəvabil mutabiqil muxtasar. Hansı ki, müxtəsər cavabı kifayətlənməyib, məsələni uzadırdılar, ona inhiraf eləyir, ona kənar gəzdilər, qısa cavabdan kənar gəzdilər ki, öz iftixarların İbrahim əleyhissalam bilirsinə. Və huvə əsnamən. Onu deyərlər ki, qısa konkret əsnam deyə bilərdilər. Nəyə ibadət eləyəcək? Bütləri. Amma uzatdılar ki, iftixarları bəlli olsun. Dördüncüsü, el-istilzazu bi zikrih. Bir şeyin zikrin neynirsən, dilində əzbər elədiyicə ondan zövq alırsan, ləzzət alırsan, ləzzət. İstilzad yəni ləzzət almaq. Kəma ləv kənə ismən lil-həbib. Necə ki, bir sevdiyin bir şəxsin adı ola. Kəqavlina ində zikr ismin Rəsul sallallahu aleyhi və alihi və səlləm və səlləm Allahümmə salli ala Muhammedin və ali Muhammed. Ki, hər gün salavat çəkəndə
Deyirik Allahümme salli ala Muhammedin və ali Muhammed. Eləyə bilərdik ki, ikinci Muhammedi həzf elə yerinə hu qoyaq, zəmir qoyaq. Allahümme salli ala Muhammedin və ali. Kifayətlənə bilərdik. Bəs niyə 4-5 dənə də hərf artırdıq bu öründən? Çünki Peyğəmbərin adı ən gözəl zikirdir Allahın adından sonra. Ona görə zövq alır insan, ləzzət alır o zikirdən. Ona görə imamlar da, Peyğəmbər özü də bu cür əmr eləyiblər ki, bu cür salavat deyək. Alih deyib kifayətlənmir. Bəzi yerdə olar mı? Amma əsl salavatda Allahümme salli ala Muhammedin və ali Muhammed. Muhammed sözü təzdən zikr olunsun. Və kânə yumkinnə liktifa bi və alih. Çox təəssüflər olsun ki, əhl-i sünnə hər yerdə Peyğəmbərə zülm etdiyi kimi salavatda da neynədilər? Zülm etdilər. Allahümme salli ala Muhammed deyib dayandılar. Hansı ki Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm öz uzaq görənliyi ilə, yəni elmi imaməti ilə, nübüvvəti ilə bilirdi ki, bu belə deyək də yersiz hərəkətlər eləyəcəklər və onlara qadağa qoymuşdu ki, la tusallu aleyyə salatəl bətra. Yarımçıq salavatı mənə göndərməyin. Quyruğu kəsik salavatı mənə göndərməyin. Dedilər, ya Rəsulullah, məs salatul bətra. Yarımçıq salavat nədir? Ən təqulu. Allahümme salli ala Muhammed və tumsiku. Allahümme salli ala Muhammed deyib dayanasız. Dedilər, mən neyinə dedi ki, Allahümme salli ala Muhammedin və ala ali Muhammed. Mənə və ailəmə bircə salavat göndərməyin. Bu da oldu bizim zikir dərsimiz. Əs'ilə və təmrinat. Deyir ki, birincisi, İz qalə qailun ca'əl əmiru və tərəddədna fi ənəl murad ca'əl əmiru nəfsuhu əm ca'əğulamuh. Deyirlər ki, əmir gəldi. Qaldıq belə, görəsən, əmirin özü gəlibdi, ya göndərdiyi nökəri,ğulamı gəlibdi. Lakinnəhu həzfun minəl cümlə. Ola bilər deyək ki, bəlkə də ca'ə gulamul əmir imiş, həzf olubdur. Belə olan halda hansı əsasdır? Fəal əyyi mə'nən nəhmilul kəlamə və limaza? Nəyə həzf eləyək? Həzfə qail olaq burada ya zikrə? Hə? Zikrə. Əgər qərinə varsa ortada, məsələn, fərzən belə deyək bir, elə yerdir ki, adətən padişah ora gəlməz. Həmən yerdə gəl ki, nəyə qail olaq deyə onda həzf vardır. Çünki o yerə padişah gələn yerdir. Əgər qərinə yoxsa, əslə qail olaq, deyək ki, nədir, zikirdir, heç nə düşməyibdir, padişah gəlibdir. Xülas, yəni qərinə yoxdursa, onda gəl ki, əslə, qərinə varsa, onda elə bilərik ki, həzf eləyək. İkincisi, mahiyyə nukat və dəvail həzf fîmə yəli. Aşağıdakı cümlələrdə hansı səbəblərə görə həzf baş verib? Səyəzzəkkəru mən yaxşa və yətəcənnəbuhəl əşqa. Əla surəsində. Əslində orada səyəzzəkkəru mən yaxşaha olacaqdı. Düzdür? Ha damirin orada həzf eləyibdi. Niyə görə? Dedik ki, riayətül fəvasil bəhsi oxumuşduq. Cümlələrin sonları birbirine qafiyələnsin deyibən, cinas olsun deyibən. Ona görə yaxşaha desəydi, əşqa ilə mümkün düz gəlməyəcək. Yaxşa, əşqa düz gəlir. Ona görə onu həzf eləyibdi orada. وَلَوْ تَرَى اِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ. Ne düşüb orada? وَلَوْ تَرَى اِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ. Bəli. İki şey mümkündür həzf olubdur. Bir cavabı şərt düşürdü. Bir də ki, keyfə yuəzzəbun cümləsi düşübdür. İzi-zalimunə və ləv tərə izi-zalimunə keyfə yuəzzəbunə fi qəməratil mevt. Məsələn, lə təəccəbtə min əzabihim. Həm orada düşən şey cavabı şərtdir, çünki vazihdir, sanki ona görə həzf elədi ki, heyrətdə qalsın, vazih yoxdur. Nədir, qapalıdır, görəsən ki, necə əzabın içindədirlər, hansı əzabın içindədirlər, heyrətdə qalsın, nədir, cənnətin qapısı açılacaq, girəcəklər, demədi, nə idi aldı. Biri də ki, vazihdir, yəni. Zalimlar ölüm anında Allah onlarla belə deyir, rəhmət sifətinə rəftar eləməz ki, əzab sifətinə rəftar eləyəcək. Ona görə keyfə yuəzzəbun sanki bir məhzufdur orada. Fəəmmə mən ə'ta vəttəqa. Burada da maləhu sözü nədir? Həzfdir. Yəni fəəmmə mən ə'ta maləhu vəttəqa. Maləhu sözünü niyə orada həzf eləyib burada? Çünki maləhu desəydi nədir vəttəqa sözündən o siyaqı pozacaqdı. Və yaxud da ki, bəzi hallarda həzful mütəəlləq yədullə aləl ümum.
Mümkündür şeyx orada deməmişdi. Üsulda əsasən çox buna bəhs eləyirlər ki, bəzi hallarda mütəlləqin həzfi ümuma daxil edir. Amma o şəxs ki, əta etdi və Allahdan qorxdu. Əta etdi, mümkündür əgər mal sözü qoysaydıq, həsr olardı mala. Mümkündür biri malın Allah yoluna verər. Mümkündür biri canın Allah yoluna verər. Mümkündür biri vaxtın Allah yoluna verər. Mümkündür biri maşının Allah yoluna verər. Evin məsələn bir nəfərin evi yoxdur, verər deyəcək oturucudan orada. Aydın oldu. Əgər həzf eləyən də həzfin burada faydasına olacaq, ümum. Hər şey ki, olanın Allah yolunda, hər nəy varsa Allah yolunda verirsə, onda daha geniş məna verəcək, daha geniş anlamda olacaq. Vəttəqə. Mən yəşəilləhu yudlilhu. Mən yəşəilləhu yudlilhu. Burada nə var? Dedi ki, adətən şaə yəşəu feilindən sonra nə olar? Həzf olur. Yəni, mən yəşəilləhu idlaləhu yudilluhu. Hidayətəhu yəhdihi. Adətən ki, sonradan gələn cümlə əgər özündən qabaq ikisini izah eləyirsə, onda neynirlər? O şərt cümləsində olan şey həzf olunacaq. Yəni, mütəlləq oradan həzf olunacaq. Mən yəşəilləhu yudlilhu. Yəni, nə? Əgər bir nəfərin zəlalətini Allah istəsə, onu zəlalətə salar. Təbii ki, dəfələrlə qayıt dərsində də bunu qeyd eləmiş ki, Allahdan heç kəsin zəlalətini istəməz. Şəxs sözü istəyir, Allahdan möhürləyir. Tutub bir nəfər özünü dartır ki, məsələn, fərzən deyək, mən gedib bu filan kəsi vuracam, mən gedib filan elə deyirsən, eləmə, yoxsa yox ki. Buraxırsan, yaxşı get. Gedir vurur, tutub atırlar türməyə. İnsan da bu cürdür. İnsan özü öz əməlləri ilə öz o qara səhifəsini hazırlayır. Allah da axırda möhürünü vurur, yaxşı gedirsən, get. Mən sən istədim ki, adam olasan, olmadın. Gedirsən, get cəhənnəmə. Olsan, o da cəhənnəmə. Çox təəssüf olsun ki, yəni bu cür ayələrdən İslam düşmənlər çox istifadə edirlər. O Allah nəuzubillah necə Allahdır ki, bəndəsini zəlalətə salır. Bəndəsini zəlalətə salmadı, bəndə özünü zəlalətə saldı. Allah da zəlalət üçün lazım olan şeyləri onun əlindən almadı. Alsaydı nə olardı? Cəbr olardı. Bir nəfər istəyir özün cəhənnəmiləsin, Allah qoymur. Cəbr olar. Ta ki, cəbr olmasın, Allahın ədaləti yerində qalsın deyibən, ədalət qanunları qorunsun deyibən, hidayət ardınca olanları, hidayət istəyənləri hidayətlə təmin eləməlidir, hidayət üçün lazım olan şeylə təmin eləməlidir, zəlalət istəyənlər nə eləməlidir? Zəlalətlə təmin eləməlidir ki, cəbrə döndərməsin. Biri namazxanaya gedir, namaza getmək üçün lazım olan şeyləri onun ixtiyarında qoymalıdır, biri də araqxanaya gedir, onun araqxanaya getmək üçün lazım olan şey ixtiyarında qoymalıdır ki, cəbr olmasın. Yoxsa biri namaza tərəf getmək istəyir, onu qoymur, olacaq cəbr. Arağa tərəf getmək istəyir, qoymur, olacaq cəbr. Cəbr olmasın deyibən Allah Taala zəlalət istəyəni zəlalət tərəfə yönəltməlidir, yəni lazım olan şeyləri onun ixtiyarında qoymalıdır. Hidayət üçün də hidayətə lazım olan şeylər. Limaza lem yuhdaf mef'ulu fi'l məşiyə fi qavlil cəvhəri. Cəvhəri ki, şairlərdən biridir. Niyə görə burada məşiyə feilinin mütəlləqi həzf olunmayıb? Və lem yubqi minni şəvqu qeyrə təfəkkuri. Fələv şi'tu ən əbki bəkəytu təfəkkürən. Ərəb şairində əcib oyunlar çıxarılır. Mən şairlərdə Qadeş şevrən yəkunə nədir? Qəribə bir Peyğəmbər nədir var? Sehrən nədirsə. Az qalır ki, şeir bəzən sehrə dönsün, sehirləsin insanı. İnsan adi söz nə qədər güclü olsa, şeir qədər təsir eləmir. Yəni, şeir daha çox təsirli olur. Deyir ki, bir nəfər cəvhəri kimin dilindən danışırsa, öz məşuqunun indi Allahımış, Peyğəmbərmiş, elə qızımış, hər nəymişsə, məşuqunun eşqindən danışır. Deyir ki, vələm yubqi minni əşşəvqu. Mən ki, səndən ayrı düşmüşəm, o şövq məndə heç nə qoymur, qeyrə təfəkkürü. Sənin fikrindən başqa mənə bir şey qalmıyor. Mənim bütün vücudum sənin fikrin olub. Mən deyilən şey qalmayıb, artıq sənin fikrə çevrilmişəm. Əgər durub ağlasam, gözümdən fikir tökülür, bir şey qalmayıb tökülsün, su qalmayıb tökülsün. Nə gözəl məna ifadə edir. Fələv şi'tu ən əbkiyə bəkəytu təfəkkürən. Əgər ağlasaydım, onda təfəkkür, sənin fikirlərin töküləcək, başqa şey qalmayıb məndə. Niyə görə deyir ki, fələv şi'tu ən əbki bəkəytu təfəkkürən sözünü bəkəytu təfəkkürən niyə dedi? Orada demişdir, əgər məşiyə feilinin mütəlləqi ki, dalıcan gələn şey, əgər qeyri-məlufdursa, zehindən uzaq bir şey, gərək zikr eləsin. Orada məsələn, qan ağlamaq sözü ki, demişdi, bu da ona oxşardı. Çünki qan ağlamaq adətən zehnin kənarda. Eləcə də bu şeyi əgər şair deməsəydi, biz hardan başa düşərdik ki, nəyi ağlayacaq? İnsan ağlayanda gözdən yaş tökülər, təfəkkür tökülməz. Amma istəyir desin ki, artıq məndən bir şey qalmayıb, qalanacaq sənin zikirlərini, fikrini mənim beynimdə, o gözümdən tökülər. Ondan qalan bir şey yoxdur məndə. Elhamdülillah Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.